Günlərin bir günü şəxsi nömrəmə Qazaxstan nömrəsindən bir mesaj gəldi. Salam, sizin nömrənizi Flankes xanımdan götürdüm və sizinlə mühasibatlıq hüquqlar haqqında danışmaq istəyirəm. Bizə mühasib dəstəyi lazımdır. Danışdıq, müzakirə elədik. Sahibkarın problemini dinlədim. Daha sonra onun elektron kabinetinə daxil oldum. Aşkar elədim ki, orada müəyyən göndərilməyən hesabatlar var, vergi hesabatları var. Bu haqda sahibkara məlumat verdim və biz bu işi görülməsi üçün razılaşdıq və əməkdaşlığa başladıq. İşi bitirəndən sonra sahibkarın digər sualları yaranmağa başladı və mən o suallardan anladım ki, bu sahibkarın mühasibatlıqdan anlayışı çox azdır ya ümumiyyətlə yox dərəcədədir. Misal, çox sadə suallar. Misal, mən cari hesabıma pul gəlir. Mən onu necə tez rəsmiləşdirim? Necə, misal, mən Qazaxstandayam, gələ bilmirəm. Oradan necə bura göndərim? Necə bura atım? Öz kart hesabıma, falan kəsin kart hesabına, o kart, bu kart. Yəni ki, suallar bu tipdə idi və mən anladım ki, yəni bu suallar tam məlumatlı bir şəxs tərəfindən verilmir və ona görə onu çalışdım, ətraflı məlumat verim. Və ona edəcək bütün riskli və risksiz əməliyyatlar haqqında məlumat verdim. Yəni ki, bu əməliyyatı icra eləsən, bu risklidir. Bunu icra eləməsən, risk olmayacaq. Və salam. Mühasib olaraq mənim vəzifə öhdəliyim sahibkarı məlumatlandırmaqdır. Mən onu seçim arasında buraxdım və seçimi o özü eləyəcək və məsuliyyəti də etdiyi seçimə görə özü daşıyacaq. Ona görə bəzən mühasibləri çox vaxt günahlandırırlar, amma bütün günah da mühasibin üzərində olmamalıdır.